Başladıq. Deməli, 70-dən sonraya baxırdıq, düz deyirəm? Bəli, bəli. 71 də, hə, olsun 71. 71-də deməli, 2 dənə modul var. 2 dənə modul, bura qədər deyəsən, sual yox idi elə bir şey. 2 dənə modul olanda, bir dəfə götürürsən 3x-in özünü. Bir dəfə də götürürsən 3x-in mənfisini. 5 bərabərdir 3x, çıxaq 2x sonra bu. X nə qədər? 5. Bu oldu birinci kök. Burada 3x atırsan bir yana. Üstə gəl 3x, bunu atırsan bir yana mənfi 5. 5x olur mənfi 5. X olur mənfi 1. Köklər cəmi 4 olur. Birdən uşaqlar soruşurlar ki, müəllim, bəs niyə sol tərəfdəkiləri mənfi müsbət götürmür? Çünki 2 dənə modul var. Eyni cavabları alacaqsınız ona görə. Oldu? Qutardı get. Birincini saxlayın, ikincini bir dəfə müsbətini götürün, bir dəfə mənfisini. Cavab həmişə düz çıxacaq. 73. Deyir, təniyin neçə dənə kökü var? Belə deyək də, indi bir tərəfə atıb kvadrata da yüksəldə bilərik, amma belə bir şey də fikirləşə bilərik. Bax, x çıx 5 həmişə 0-dan böyük bərabər olmalı deyil. X 5-dən böyük bərabər. 4 çıx x həmişə 0-dan böyük bərabər. Bunu atdım müsbətli. Deməli, həm 5-dən böyük, həm 4-dən kiçik bir qiymət olmalıdır. Elə bir şey mümkündür. 5-dən böyük olsun, 4-dən balaca. Mümkün deyil də. Ona görə burada kök yoxdur. Heç hesablamaya ehtiyac yoxdur. Çünki belə deyək də, sən 5-dən böyük 6 götürsən, burada müsbət olacaq, amma burada mənfi olacaq. 3 götürsən, burada müsbət olacaq, burada mənfi. Hər iki halda problem yaşayasın. A parametrinin hansı qiymətində təyin 50 deyir, bu aralıqda olar. Əgər ki, bir ifadə moduldan çıxanda olduğu kimi qalıbsa, deməli o ifadə müsbətdir. Ona görə də biz yazırıq x üstə gəl 2 artıq 18 0-dan böyük bərabər. Hə? Bunları da bir yana atanda nə olur? Müsbət 18 çıxaq 2. Aydındır? Bir də sizə bir nümunə göstərəcəm. Ona baxın, sonra oranı müqayisə edək. Bax, misala adiyyəti yox da, ayrıca yazıram. Bunu əldə edəndə necə eləyirik? Deyirik ki, əgər bir ifadə olduğu kimi çıxıbsa, 0-dan böyük bərabər. Yəni, x nədir? 3-dən böyükdür. X 3-dən böyükdürsə, bir dənə qulaq, 3-dən müsbət sonsuzluğa gedir də, düzmü? İndi eyni məntiq burada keçərlidir. Əgər 18 çıx 2A-dan böyükdürsə, deməli 18 çıx 2A-dan müsbət sonsuzluğa getməlidir. Buradan belə qənaətə gəlirik ki, bu ifadə ilə bu ifadə bir-birlərindən eyni şeylər əslində. Düzəldim? Onsuz da hər iki halda, misal üçün, bu 3-dən böyüksə 3-dən müsbət sonsuzluğa gedir. X əgər bu ifadədən böyüksə, deməli 18 çıx 2A-dan müsbət sonsuzluğa getməlidir. Bu da müsbət sonsuzluqadır, bu da. Deməli bunlar nədirlər? Bir-birlərinə bərabərlər. A çıx 3 yazaq, indi gəl. Bunu atacaqsan bir yana plus 3, bunu atacaqsan bir yana plus 2. 21 bərabər 3A. A da 7-dir. Aya 7 qoy indi misal üçün. Gör nə alınır? 2 vur 7 çıx 18. Nə qədər edir? Mənfi 4. Mənfi 4-də. İndi fikir ver bura. Bu ifadədə x nə olmalıdır? 4-dən böyük bərabər. İndi biz burada 7 qoyanda yenə 4-dən müsbət sonsuzluq olmur. Görsən, orada da qoyanda 7 4 olur, burada 7 qoyanda nə olur? 4 olur. Deməli, bərabər olanda hər hesab düz ödənir.
Oldu. Kvadrata yüksəlsək, kök gedir. Buranı kvadrata yüksəlsək, ayrı-ayrı ifadə olduğu üçün mötərizə kvadratı olur. Yəni, birincinin kvadratı 1, birin kökdə x arasının 2 qatı 2 kökdə x, ikincisinin də kvadratı x. Belə olur. Bunlar bir tərəfə atanda bunlar gedir. Düzdür? Qaldı bu ifadə. İndi nə edəsən? Yenə kvadrata yüksəldəsən. Kvadrata yüksəldəndə buranın kök gedir. Burada amma mötərizə kvadratı olur. Birincinin kvadratı 1, üstə gəl. Birin 2 kökdə x-ə 4 kökdə x, ikincisinin də kvadratı 4x. Getdi belə. İndi bu mənfi x-i də sağa atsaq, burada heç nə qalmır, 0. Bu da bu yana keçdiyi üçün toplama olur. 4x-in üstə bir dənə x gələndə 5 dənə x. Bura qədər aydındır. Normalda burada cavab avtomatik 0 götürsək, cavab düz çıxır. Düzdür? O birisi kökü həmişə yoxlayın. Haydi da var, bir dəqiqə. Yəni, misal üçün, bura olsun 4 kökdə x, üstə gəl, 5 vur. Buranın kökdə x-in kvadratı yaza bilərəm. Sonra ortaq nə çıxır? Kök altı x çıxır. Kökdə x-i çıxardanda nə qalır? 4 plus 5 kökdə x. İndi mən 0 götürəndə həm buranı 0 eləməliyəm. Onda x nə olur? 0. Bu birinci kök. Bir də buranı da 0 eləməliyəm. Amma buranın 0 olma ehtimalı var. Çünki 4-ün üstə 5 kökdə x gələndə hələ ikisi də müsbət olduğu üçün heç vaxt 0 ala bilməzsən. Buradan kök çıxmır. Ancaq cavabımız olur 0. Burası onu yoxlamaq lazım. Çünki bəzən olur ki, misalda 4 çıxaq 5 kökdə x olsaydı 2 dənə kök çıxacaqdı. 25-də 16 falan çıxacaqdı. Bildiniz? İndi burada kvadrata yüksəlsəm nəsə ala bilərəm. Burası bir dənə kvadrata hələ ki yüksəltməyək. Gəl belə bir iş görək. Burada onsuz da ifadələrdə oxşarlıq var. Sən bunu bir yana atanda plus 10 minus y olur. Burada çıxmaydı, bu yana gəldi, müsbət olur. Bərabər kökdə 20. Biz bunu yenə necə eləyəcəyik? Kvadrata yüksəldəndə mötərizə kvadrat kimi yüksəldəcəyik. Buranın kvadratı, bir də buranın kvadratı. Bərabər olur. Birincinin kvadratı kökü aparır. Üstəcə 2 vur. Birinci vur ikinci. Üstəcə ikincinin kvadratı. Bərabər 20. Bu getdi. 10 ilə 10 neynədir? 20 eləyir də bu 10 ilə 10. Bu 20-ni aparır. 10, 10, 20. Bu yana atdım 20 çıx 20, 0 qaldı. Orada 2 vurulsun bu ifadə. Bir dəfə plus, bir dəfə minussa birincinin kvadratı 100, çıx ikincinin kvadratı y kvadrat. Bərabər 0-dır. Buranın 0 olması üçün gərək nə olsun? Kökün altı 0 olsun. Y kvadratı nə olur? Ya da kvadratlar cəmdə, hədə onun kvadratı 100, mənfi onun kvadratı yenə 100. 200 olur. Bəli. Yadımdan çıxıb verə biləm. Şəkil çəkəsiniz. Deməli, yazaq. 4 çıxaq 5x bərabər 8 çıx x. Bir də 4 çıxaq 5x bərabər bunun mənfisi. Yəni, mənfi 8 üstə gəl x. Olar belə. Daha geniş yazmıram. Burada nə edəcəyik biz? 8-i atacaq bir yana çıxaq 8. 5x atacaq bir yana plus 5x. Mənfi 4 bərabər 4x. X bərabər mənfi 1. Bu belə.
Sonra nə edəcəyik? Mənfi 8 atacaq bir yana müsbət 8. Bunu atacaq bir yana müsbət 5x. 12 bərabər 6x. X bərabər C. Əslində biz bunları yoxlamalıyıq. Prosta cavabda onsa başqa sesim yoxdur deyə yoxlamıram. Yaxşı. Amma imtahanda mütləq yoxlamaq lazım. Deməli, bu nə ifadəsidir? X sıx 2-nin mötərizə kvadratı. Kvadrat kök aparı nə qalır? Bir dənə söz deyim sizə. Modulda 2 çıx x-lə x çıxın fərqi var. Görüntü fərqi var da, qiymət fərqi var. 2 çıx 4, 4 çıx 2. İkisidən modulda nə çıxır? Eyni şey. 5 çıx 2, 2 çıx 5. Hələ mənfi müsbət olur. O da modul olsa nə inir onu? Ona görə bununla bu gedirmi? Böləndə nə qar? 1. Bura qədər aydın da? Bərabər 1. Bir dənə şeyə baxın həmişə. Məxrəc 0 olmaz. Ona görə də buradakı x2 var idi. X nə olmaz? 2 olmaz. Çünki x-i 2 qoyduğun an məxrəci 0 edirsən. Ona görə o da düz gəlmir. İndi nə edəcəyik biz? 1-in üstünə gəlsək 1 alınır. 0. Deməli, bu ortadakı ifadə nədir? 0. Burada da nə ola bilər? 4 çıx x kvadrat 0 olmalıdır. X kvadrat 4 olmalıdır. Ya mənfi 2, ya da 2. Biz bayaq dedik ki, 2 ola bilməz. Ona görə mənfi 2-ni götürə bilərik. Aydındır? Bəli, belə. Amma yenə də yerinə qoymaq yaddan çıxmaz. Bu sözü 70 dəfə təkrarlamamın səbəbi odur ki, 10 ilə yaxında hazır keçirəm. Hər dəfə deyirəm, hər dəfə deyirəm, hər dəfə deyirəm. Eyni şeydən problem yaşayırıq ona görə. Çünki 30 yazan uşaq gedir imtahanda 29 yazır gəlir. Baxsan görsən ki, 2 dənə kök alıb, biri ödəmir. Sevincək tez, hədə, nəsə tam bir ədəd almışam, almışam. O adından yazır, görsən ki, axırı peşmançılıq olur, yəni bir sual gedir. Ona görə belə dirəşirəm o söhbətə. Tənliyin kökləri cəmini tapın. İndi gəl belə deyək. Tənliyinin kökləri cəmi. Hə. İndi 2 dənə variantımız var. Ya x plus 1 sağlam ol. Ya x plus 1 müsbət ədəddir, ya da ki mənfi ədəddir də. 2 haldan biri var. Düzdürmü? Biz onu nətər yazsaq Allaha xoş gedər. Bir dəfə gəl özün götürək. Bu birinci hal. Bir dəfə də x plus 1-in mənfi halını qəbul edək. Yəni, elə fikirləşək ki, bu ifadə nədir? Mənfidir. Mənfi olduğu üçün buranın işarəsi nə inir? Dəyişir. İnşallah ki, səhv köçürməmişəm. Siz də bir dənə baxın. Bir dənə buranın işarəsini dəyişdim. O da dedim də, bir dəfə müsbət halını nəzərə aldıq, bir dəfə mənfi halını. Gəl yazaq. X kvadratı üstə gəl, 2x çıxar 3x. Çıx 3, üstə gəl 3 bərabər 0. Bunlar gedir. X kvadrat çıxar x bərabər 0. X-i çıxardırsan, x çıx 1 qalır bərabər 0. Deməli, ya bu 0-dır, ya da 1 çıx 1 0 olar. 2 dənə kök buradan. İndi bu kökləri yerinə qoyub yoxlayacam hələ. Gəldik bura. X kvadrat plus 5x üstə gəl 6 bərabər 0. Burada da diskriminantla hesablasaq, bax vuranda 6 toplayanda mənfi 5. Mənfi 2, mənfi 3. İndi gəl yerinə qoyaq bir-bir yoxlayaq. 0 qoyanda həqiqətən ödəyir, ödəmir. 0 qoyanda 0, 0. Bu da 0 plus 1. 1 eləyir, mənfi 3, 0. Ödədi? Ödədi. 1 qoyanda 1 üstə gəl 2, 1 üstə gəl 1, 2, mənfisə vuranda mənfi 6 edir, üstə 3 gələndə 0 edir, düzdür. 1 plus 2 üstə gəl 3, 6 edir, 6-dan 6 çıxanda 0 qalır. Bu da ödədi mi? Bundan sonradan silirəm ki,
problemim. Mənfi qoyaq bir dəfə. Mənfi qoyanda mənfi 2-nin kvadratı müsbət 4. 2 vur mənfi 2, mənfi 4. Mənfi 2 üstə gəl 1. Mənfi 1-dən moduldan 1 çıxır. Mənfi 3 üstə gəl 3. Ödəyir də 4 çıx 4 0. Mənfi 3 üstə gəl 3 0. Düzdürmü? Bəli. Bəli. Hə. Deməli bu da oldu 0. Bir dənə qaldı mənfi 3. Mənfi 3 qoyanda x kvadratı olur 9. 2 vur mənfi 3, mənfi 6. Mənfi 3-ün üstə 1 gələndə mənfi 2. Mənfi 2-dən moduldan 2 çıxır. 2-ni mənfi 3, mənfi 6. Üstə gəlir 3, 0. Həqiqətən bu da ödəyir. 4 kökün 4-ü də ödədir. Cəmlər nədir? 0, 1, mənfi 2, mənfi 3, mənfi 4 edir. Mənfi 3 ilə mənfi 2, mənfi 5-dir. Üstə bir gəndə mənfi 4 qalır. Aydındır uşaqlar. Belə. Yazandan sonra mütləq kökləri yoxlamaq lazımdır. Moduldur. Deməli, nə edəcək? Nə edəcək burada? Nə məsələ? Bir dəfə özünə bərabər götürürük, bir dəfə də mənfisi olanda mənfi 1 üstə gəlir. 2x kvadratı olur. Bunu atanda bu yana 3x kvadratı bərabər 1, x kvadratı bərabər 3-də 1. Kökün biri ya budur, ya da mənfisidir. Bildiniz? Keçək indi bu birisinə. Mənfi 1-i attım bir yana, olsun müsbət 1. X kvadratı bir yana keçəndə olur, çıxa x kvadratı. Yəni, bu oldu nə? X kvadratı. Köklər 1 ya da mənfi 1 o. Hamısını yenə yoxlamaq lazımdır. Yoxlamaqdan ümidvaram bezmirsiniz. Amma məncə hamısı ödəyir. Siz yenə də yoxlayarsınız. Məncə burada problem yaradan kök yoxdur. Mən ona görə hamısını vurub gedəcəm. Nə qədər olur? Mənfi olsa neytrallaşdırır. Düzdür Murad? Cavab olur 3-də 1. Hə? 1 ödəyir, bəli. Çünki 1-in kvadratı 1. 1 çıx 2, mənfi 1 moduldan 1 çıxır. Modul söhbəti var ona görə. Oldu uşaqlar. Belə. Bu aralar bu misal tiplər biraz vaxt aparandı. Söhbətli şeylər. Başlıq biraz asan idi. İndi buralar biraz vaxt öldürür. Hə, deyir tənliyin nə zaman 50 var? Bayaq buna bənzər bir şey yazmışdıq əslində. Gəl belə eləyək. Bax, x-in kvadratından modul x-in kvadratının nəsə bir fərqi var. Yəni, elə bil ki, gəl belə deyim də, biri var 5-in kvadratı 25-dir. Modul 5-in kvadratı yenə 25 eləmir. Eyni şeyə gəldirərdi. Yəni, mənfi 5-in kvadratı 25, modul mənfi 5-in kvadratı yenə 25. Yəni, heç bir fərqi yoxdur. Sadəcə bunu nəyə görə yazdım, mən sizə deyim. Buradan modul x-i çölə çıxartsın. Yox, bir dəqiqə. Modul x-i çölə çıxartsam əgər, nə qalır? 2 çıx modul x qalır. A-nın hansı qiymətində deyir tənliyin 50 var. Gəl birinci, belə bir şey fikirləşək. Kökün altının mənası olsun deyə müsbət olmalıdır, düzmü? Bu onsuz da nədir? Müsbətdir. Müsbətin nəyə vurmalısan sıfırdan böyük olsun? Müsbətə. Onda 2 çıx modul x sıfırdan böyük bərabər olmalıdır. Hə? Yoxdur. Bunu atım bir yana, modul x. Hə. İndi burada modul x 2-dirsə, mənfi 2 ilə 2 götürə bilərəmmi? Qiymətlər. Özü ikisi də daxildir. İndi 0 qoyuyor ortaya. 2 0-dan böyükdür də, ödəyir. Ona deməli, mənfi 2 ilə 2 arası
x-imiz qiymətlər alır. Düz deyirəm? Aha. Yox, oradan olsa cavab olmayacaq. Sadəcə burada nəyə görə yazdıq biz deməli. Cavab A bəndinə oxşuyur. Bir dənə də diqqətlə baxın, mən sizə deyəcəm. Çünki belə deyək də, A heç vaxt mənfi olmaz. Düz deyirəm? Hə, A heç vaxt mənfi ola bilməz. Amma mənfi 2 ilə 2 arasında, misal üçün, müsbət hissəni götürsək, 0 ilə 2 A var. Prost mənim bir şey də benim qarşıdır. Orada şeydir, biz x-in qiymətini tapdıq, amma A-nı soruşur. Məncə bu doğru deyil. Bir dəqiqə, belə deyək. A-nı soruşur. Mən x-in qiymətlərini tapmışam. İndi mən kvadrata yüksəlsək, belə deyək. Qoy düzgünlük olsun. Kvadrata yüksəlsən, buranın kökü gedir. Bura x kvadrat olur. Buranın da kvadrata A kvadrat düşür. Düz dedim. Mənfiyə vur hər tərəfi. Nə olur? X kvadratı çıxar 2 modul x. Bura mənfi A kvadrat olur, sağ tərəf. Sola keçəndə nə olur? Bərabər 0. Hə, tənin əli var. Diskriminant bərabərdir. 4 çıxaq, 4 vur, 1 vur. A kvadratın olmalıdır. Həllinin olmaq üçün 0-dan böyük bərabər olmalı. Çünki diskriminant 0-dan kiçik olsa həlli olmayacaq. İndi daha düz gələcək. Bunu atıq bu yana. 4-ə böldüm 1. Demək, A kvadratı 1-dən balacadsa, mənfi 1-dən 1 arasıdır. Çünki nəyin kvadratı 1-dir? Ya mənfi 1-in, 1-in. Bu ikisinin arasını yoxlayanda görürsən ki, ödəyir. Yəni, misal üçün 0 qoysan bura, 0-ın kvadratı 1-dən balaca dəqiqətən ödəyir. Amma sən A-nı bayaq dedikdə mənfi götürə bilməzsən axı. Hə, ona görə cavab olur 0-dan 1 arası. Mənfi hissəsini götürmürsən. Bildiniz nə demək istəyir? Əslində mənfi 1 ilə 1 arası ödəyir. Amma A kök 6-ya bərabər deyə mənfi olmaz. Yəni onun sən sadəcə müsbət hissəsini götürəcəksən. Hə, mənfi hissəsi qüvvədən düşür. Sağlam. Silək. Burada hamısını ortaq çıxardasan. Birinci kökdən kökdə 4-ü çıxardacaqsan. Qalır nə? Kök 6-da qalır. 1 üstəgəl 1 böləm. Hə? İkincidən 9-u çıxardacaqsan. Eyni şey qalır hamısında. O birisindən də 25-i çıxardacaqsan. Kök 6 25-i. Bu 5, bu 3, bu da 2. 10 elədi. Deməli, 10 dənə bu ifadədən var. Şimdi saatdə bu 30-dur. İndi sən 30-u 10-a böləndə 3 qalır. Kvadratı da 9 olur. 9-dan 1 çıxanda 8 qalır. M olur nə? Aydındır. Bu suallar da bu il kitaba daxil olub. Heç mənim yadıma gəlmir. Yəni, bundan qabaqçı illərdə olmayıb. Nəyə görə vurğulayıram? Çünki gələn illərdə istifadə oluna bilər. Məncə 90-ı bilirsiniz, istəyirsiniz bir də yazın. 90-da ayrı-ayrı 0 eləyəcəksiniz, qutarıb gedəcək, məncə. O da, hətta sizə bir söz deyim. O ikinci modul var ha, onu vuruqlara ayırsaz, kökləri nə olar? 1. Yox, vuranda 6, toplayanda 5. X çıx 2, X çıx 3. Düzdürmü? İndi səncə, nə qoysan ikisi də 0 olur? 2. Həm buranı 0 eləyir, bayaqsa dediyim söhbət, həm də buranı 0 eləyir. Oldu? 2 qoyanda ikisini də 0 eləyir. Bayaq sizlə o söhbət elədim, dedim, ikinci kök. Bax, görürsən, 3 orada ikinci tərəfi 0 eləyir. Amma birinci tərəfi 0 eləmədiyi üçün mənası yoxdur. Bəli. 91-ə baxaq.
Burada belə yazma olar. Yəni bax, götürüb yazarsan, oxşar nədir? X kvadrat plus 11. X kvadrat plus 11-i ürəyin istəsə yazarsan, tutaq ki, A. Onda bu nə olacaq? Yaxşı, belə eləyək. Gəl bunu A yazaq. Bu kök altı A-nın kvadratı olmur onda. A kvadrat. Elə bil adi yazılmışdı. Mən onu kök altı kimi ifadə elədim. Kök altının kvadrat kimi. Onda olur A kvadratı üstə gəl A bərabər 42. Belə olur. A kvadrat plus A çıxar 42 ilə bərabər 0 olarsa əgər, əslində bir dənə sadə yolda deyə bilərəm sizə. Necə? Bax, bunu A-nı çıxardarsan çölə, vuranda 42 eləyən nə ola bilər A? 6 olar ya da mənfi 7 olar. Düzü? Mən indi 6-nı götürəcəm. Niyə mənfi 7 götürmürəm? Çünki kök 6 ifadə A-ya bərabər deyil. Mən bunu misal üçün 6-ya bərabər eləyə bilərəm. Amma kök 6 mənfi 7-yə bərabər eləyə bilmərəm. X kvadrat plus 11 bərabər 6. Kvadratı yüksəlsək, X kvadratı 5 ilə mənfi 5. Cəm 0 olur onda. Silək. %93. Qəşəng suallardır. Adam rəcir bunlar. Bəli. Ayrı-ayrı sıfır götürməli deyilik uşaqlar. Heç vurub uzatmayayım da bunu. Bu şeydir, vurmada üstlər toplanır da. 2-də 1-in üstə 2-də 3 gələndə 2-də 4 yəni 2 deməkdir. Bir dənə də burada var, oldu x-də 3. 27 bərabər 0. Bunu ayrı 0 götürə bilərəm. Hə, onda x kubu mənfi 27, x nə olacaq? Mənfi 3. Belə bir kök ola bilməz. Niyə? Üstü kəsirdir. X üstü 2-də 1. Hə, üstü kəsirsə 6 mənfi ola bilməz. Birinci səbəb şeyə görə, loqaritma və üstü ifadələr bölməsi var idi, orada demişdik. Demişdik ki, ya 0 ilə 1 arası olar qrafik, ya da demişdik 1-dən böyük olar. Həm də ikinci səbəb, biraz özünüz də fikirləşsəz, x üstü 2-də 1 kök 6 x demək deyil. Bəli. Option buranı 0 eləyək, onda x nə olur? 1. Qutardı. Biraz sürücülük eləyirəm, amma yəni onu bilmək lazımdır da. Sonra növbəti misalda adam gəlir rastına çıxır. Görsən, dana boyda misaldır 95. Amma bir şapalaqlıq canı var. Bax buna. Sən birinci, həmişə kök 6 cüt dərəcələndə bilirsən ki, kökün altı nə olmaz? Hə, bax birinci bu kök 6-nı götürürsən. Deyirsən ki, 5 çıxı x 0-dan böyük bərabər olmalıdır. Onda x nə olur? 5-dən balaca. Sonra keçirsən bura. X çıxı 3 deyirsən ki, 0-dan böyük bərabər olmalıdır. X nə olur? 3-dən böyük. Hə. İndi keçdim buna. 5 çıxı x 0-dan böyük bərabər olmalıdır. 5-dən balaca. Bayaqçı söhbət. Keçsin buna. 3 çıxı x 0-dan böyük bərabər olmalıdır. Onda bunu atırsam yəni x. İndi bir dənə bir şeyə diqqət edin. X həm 3-dən böyük, həm 3-dən balaca ola bilər. Onda hansı qiymət qoya bilərsən? 3. 3. Vəsə, başqa qiymət var? Yox. Elə cavab elə 3-dür. Yerinə qoyanda cavab da çıxır. Hansı? 5-dən balacadır da 3. 5-dən böyük demir ki. İndi o 3-ü də yerinə qoyub görəcəksiniz ki, misal üçün, bax buna. 3 çıxır 0, 3 çıxır 0. Düzdür? 5 çıxır 3, 2. 5 çıx 3, kökdə 2. Bu da kökdə 2. Gedəndə 2 qalır.
Şimdi çatdı. Yəni o şərt deyil də götürəsən o eşya boyda misal həll edəsən. Sadəcə o qiymətləri belə məntiqlə tapmaq olur. Bax. Yaxşı. Baxaq. Deməli, təniyin həllinin olması üçün, təniyin həllinin olması. Bax, belə bir söz deyim. Bura ilə bura eyni ifadə deyil. Əgər x sıx 2 0 olsa, onda burada 0, burada 0 olanda sağ sol ikisi də 0 olduğu üçün həmişə bərabər olur da. Düz deyirəm? X-ə 2 qoyanda sağda solda 0 olur və bərabər olurlar. Ödəyir o. Oldu bir dənə kök bu. Bunu yadımıza saxlayırıq. İndi keçsi yerdə nə qalıb? 4. Bu neyniyəsən? Kvadratı yüksəldəsən. Kvadratı yüksəldəndə x kvadrat çıxar 2x çıxar 8. Buranda kvadratı nə olur? 16. Bunu da atacaqsan bir yana. Mənfi 8-dən 16 çıxanda mənfi 24 qalır. Düzdür? İndi toplayanda müsbət 2, vuranda mənfi 24. Hansı ədədlərdir? 2 ilə 12. 12 ilə mənfi 2-də. 12 ilə mənfi 2. Həqiqi köklərin cəmi bir dəqiqə. İndi uşaqlar sizə bir dənə söz deyim. Bir dənə söz deyim sizə. Cavab düz gəlmədi axı. Biz tərsinə yazıq, deyəsən. Toplayanda 2 eləməlidir, hə? 6 ilə mənfi 4-dür, hə? 6, o birisi nədir? Mənfi 4. İndi sizə bir dənə də bir söhbətim var burada. X 2 olduğu üçün bir dənə kökün altını yoxla gör. 2 qoyanda nə olur? Deməli, bu köklərdən biri deyil imiş. 6 ilə mənfi 4 ödəyir ancaq. Düz dedim? Cavab 2 qara. Söhbət belə. Qalan hallarda məncə problem olmur. Yoxsa olurmu? Məncə olmur, yox. Belə. Diqqətli olmaq lazımdır. Burada da biz neçə yazıq bayaq? 96. 96, 97 eynidir. 98. Ayrı-ayrı işlə 0 eləyəsən də. Baxaq. X kvadrat çıxar 49 0 olarsa 7 ilə mənfi 7 ora. İndi bir məsələ var ki, 7 və mənfi 7-nin kökünün altına qoy gör. Hansındasa problem çıxırsa... Bir dəqiqə, üzr istəyirəm. 7-nin kvadratı 49 üstə gəl 14. 63. Hədə, yəni müsbət qalır, bu ödəyir. Amma mənfi 7-də ödəmir. Çünki mənfi 7-nin kvadratı 49-dur, 14 çıxarsan, 48 çıxarsan mənfi qalacaq. Bu kök ödəmir. Hə, indi o birisinə baxaq. Burada onsuz da kökün ödəməmək söhbəti yoxdur. Köklər cəmlədir. Deməli, 7, bir də mənfi 2, cəm olur 5. Aydındır. Silək. Baxa bura. Burada mötərizə xaricindəki ifadəni bir-bir mötərizənin içərisinə vuraq. Birinci, bunu vuraq içəriyə. Bu olur belə, danışmayın. Bunu bura vuraq indi. Kökü gedir. Buna vurdum. Köklər getdi. O kökün altındakı ifadə qaldı. İndi çıxma buna işarəsini dəyişir.
Bu mənfi köhnə x ilə mənfi köhnə x bir tərəfə atsan, biri plus, biri minus olur. Gedirlər. 2-nin üstə 1 gələndə kvadrata yüksəldəndə kvadrata yüksəltdim. Demək 91 çıxdım 8. X nə olur? Aydındır. Belə silək. Çətin deyil, maraqlıdır məncə. Baxa bura. Eyni sualları yazmaqdan da adam bir tər olur. Hə. X-i çıxartdım, x çıxı 6 qaldı. Vur 7 çıxı x. Buradan vuranda 6 toplayanda mənfi 7. Vuruqları ayıracam, köşə axtarmıram. X çıxı 6 çıx 1, belə. Olur belə. Tənin deyirək ki, köşələri cəmi. İndi qulaq asın mənə. Bax, iki tərəfdə də x çıxı 6 var. Bunlar 0 olsa, sağ-sol bərabər olmur. Onda demək x çıxı 6 bərabər 0, kökün bir dənəsi 6-dır. O 6 kökün altında problem yaratmır. Bir dəqiqə baxın. Məncə heç bir yerdə problem yaratmır. İndi keçdik bura. Bax, burada eyni olan ifadələrdən x-lər var. Amma sən onu ixtisar eləsən belə, gərək qırağa nə yazasan? Bu kökü yadda saxlamaq üçün gərək əlavə olaraq onu qeyd edəsən. Yerdə qaldı bu ifadə. Bunu da tapmaq üçün kvadratı yüksəldəsən. Kök gedir. Bunun kvadratı x kvadratı. H-sinin kimisli 2x, gəlir 1. Belə. Bu 7 çıx x-i sağa atanda çıx x, mənfi x-in üstə 1x gəldi, mənfi 1x qaldı. Birdən də 7 çıxanda bərabər 0. Heç nə. İndi burada köklər cəmi 1, hasili vuranda mənfi 6 toplayanda 1. 3 ilə mənfi 2 deyil. Hə? 3 ilə mənfi 2. Belə. Təyin nəqi köklər cəmi. İndi onlar gərək yoxlayasan da, sən hamısı ödəyir, ödəmir. 0 qoyanda baxıram bir dəqiqə. 0 qoyanda iki tərəfdə 0 olur və heç bir tərəfə də deyəsən problem yaratmır. Hə? 0 dəqiq ödəyir. 6-ya bir də baxaq. 6-dan mən də şübhələnirəm biraz, amma məncə problem yaratmayacaq. Çünki yox, yaratmır. 3-ü bir dənə yoxlayarıq. 3 olanda 3-də deyəsən biraz problem var. 3 qoyanda, bax, 3 vur. 3-dən mənfi 6 çıxanda mənfi 3. 7 çıxır 3. 4-dən 2 çıxır. 3. 3 çıx 6 mənfi 3. 3 çıx 1. 2. Problem olmadı ki. İnşallah bu nəsə mənə biraz şübhəli gəldi, yəni. Yox, problem yoxdur. Mənfikini yoxlayaq. Son olaraq onu da yoxlayaq, ürəyim rahat olsun. Mənfikini qoyanda mənfi 2, mənfi 2-dən 6 çıxanda mənfi 8, 7-dən mənfi 2 çıxanda 9 olur, 9-dan 3 çıxır. Mənfi 2, mənfi 2-dən 6 çıxanda mənfi 8, mənfi 2-dən 1 çıxanda mənfi 3. Aha. Axır ki, ödəməyəni tapdıq. Amma siz yəni cavabı yoxlayın. Mən burada 6, 3, 0 aldım. Cavab 9 alındı. 9 çıxıb. Yox, bilsin nətə, görsən, eşkə boyda misaldır. Burada 4 dənə kök var. 4-dən birində hökmənki bir problem çıxır. Qurcalayın, ola bilər ki, problem çıxmaz. Amma siz qurcalayın da, yəni. İmtihanda gör nə qədər vaxt veriblər sizə.
Ha, 3 saat olmuş işte. Sağ olsunlar. O boyda vaxt ayırıblar sizə ki, yazasınız. Buradan divar ürettim. Bəli. Buradan demə, respektimizi göndəririk. Baxa bura. Uşaqlar, bəli. Modul x plus 2-ni mən a yazıram, əvəz etmək kimi. Mənim ürəyim istəsə, bunun kvadratıyla modulun kvadratının fərqi var. Yox. Məncə də yoxdur. Yazaq onun modul kvadratı 2-ni ataq bir yana, yəni 2 vuraq bu ifadəni. Çıx 3 bərabər 0. A yazsaq bundan yerinə. Vuranda mənfi 3 toplayanda 2. Birdən mənfi. Elə bir ədəd yoxdur. İkisi də mənfi. Mənfi birdən mənfi. Əlcə yoxlayaq da. 4 çıxaq, 4 vur, 1 vur, mənfi 3. 16 olur. Bəlkə də var, mən fikirləşəm. 2 Üstləmə. Hə, indi bizə nə deyir? Yox, hələ söhbət qutarmayıb. Biz modul x plus 2-nin qiymətini tapdıq. Düzdür uşaqlar? İndi bax bura. Sən bu ifadəni mənfi 1-ə bərabər eləyə bilərsənmi? Xeyr, çünki mənfi olmaz modula bərabər. Amma 3-ə bərabər eləyə bilərsən. Ona görə modul x plus 2-ni 3 eləyəsən, X də 1. bir dənə gözlüyün səbirli olun. Ya 3 götürəsən, ya da mənfi 3. Kökün biri 3-dən 2 çıxanda 1. Mənfi 1. Daha mənfi 2. Böyük kök budur. Belə, aydındır. Silək. Deyir, P parametrinin hansı qiymətində tənin 3-dən kökü var. Tənin 3-dən kökü olması üçün 2 çıx P səhv eləmirəmsə 0 olmalıdır. Amma dəqiq bir dənə baxın, mən sizə yenidən deyəcəm. Gəlin bir də mən dediyimi yoxlayaq. Əgər 2 çıx P hissəsi əgər 0 olarsa nə baş verər? P olar 2, düzmü? Və bura nə olar? 0. Onda yerdə nə qalacaq? X kvadrat çıxaq, 4 modulu x bərabər 0. Tənin kökü nədir? X. İndi mən x-in kvadratın yerinə modul x-in kvadratı yazsam, nəsə dəyişir? Xeyr. Modul x-i çıxartdım çölə. Yerdə qalır modul x çıxaq, 4 bərabər 0. Bunları da ayrı-ayrı 0 götürəndə, bir buranı 0 götürəsən, x nə olur? 0. Ya da ki, buranı 0 götürəsən, modul x 4 olur. Ya 4 kür, ya da neçədən kök oldu? 3 kökü var. Bəli, deməli P2 olsa 3 dənə kökü olacaq. Şimdi zaten %7'ye baxarıq uşaqlar. Deməli, burada deməli, vuranda 10 toplayanda mənfi 7. Vuruqları ayıracam ha. 5 ilə 2 də mənfi 5, mənfi, yəni m çıx 2 vur modul x. Buranı bəs necə eləyə bilərik? M çıx 4 M çıx 6 dəqiq oldu ora. 4, 6, bu da 5, 2. Bəli. Bərabər 0. İndi belə bir məsələ var. Biz bayaq neynədik? P olan hissə buraydı da, bayaqki misalda. Düzmü? Bundan 0 elədik və bu tərəfdən aldığımız kökdən cavab çıxdı. İndi biz deməli, ya M çıx 4'ü 0 eləyib, M-i 4 götürməliyik,
ya da ki 6 götürməliyik. 4 qoyanda nə olur? Mən sizə göstərim. Tutaq ki, M4 olsa əgər, x kvadratı üstə gəl, 4 çıx 2, 2, 4 çıx 5, mənfi 1, vur modul x, bərabər 0. Onda x kvadrat çıxaq, 2 modul x bərabər 0 olur. Modul x-in kvadratı çıxaq, 2 modul x bərabər 0 olur və 3 dənə kökü çıxır. Bayaqki kimi. Niyə? Çünki modul x-i yenə çıxardacaqsan bayra. Bir kök 0 olacaq. İkinci kök 2 olacaq. Mənfi 2 olacaq. Demək, cavab budur. Bəs niyə 6 götürəndə olmur? Orasını sizə deyim. Ona görə 6 götürəndə olmur ki, orta hissə müsbət çıxır. Yəni, x kvadratı 6-dan 2 çıxdın 4, 6-dan 5 çıxdın 1. 4-ü 1-ə vuranda nə olur? Hə, burada bir dənə kök çıxır. Niyə? Deyim dəsə, modul x-in kvadratı, üstə gəl 4 modul x yazını tutaq ki, sən bunu. Modul x çıxır çölə, nə qalır? Modul x plus 4 bərabər 0. Modul x 0 ola bilər? Niyə olmur ki? 0 qoyarsan 0 olacaq da. Qutar. Amma modul x plus 4 heç... Bir dəqiqə səhv yazın. Modul x plus 4 heç vaxt 0 ola bilməz. Niyə? Çünki bunu bu yana atsan mənfi 4 olacaq. Modul heç vaxt mənfi olmur. Yəni, modul mənfiyə bərabər deyil. Modul x 4-ə bərabər olsa, x mənfi 4 ola bilər. O başqa məsələdir. Amma modul x-in özü heç vaxt mənfi 4 olmaz. Və yaxud da, müsbətin üstə sən 4 gəlib, heç vaxt 0 alamazsın. Ona görə də bu keçərli deyil. Yəni, bura plus olanda problem çıxır. Gərək bura minus olsun. Minusda nə vaxt olur? M 4 olduqda. Fikrim çatdı? Gəl bir də 109'a da baxaq. Burada. X kvadratı çıxar 9x plus 18. Vuranda 18 toplayanda mənfi 9. Yəni 9 olsun. Hə, onu belə deyək də, mən buranı ürəyim istəsə yazaram. X çıx 3, x çıx 6-nın mötərizə kvadratı. Düzdür uşaqlar? İndi burada mənim 2 dənə şansım var. Əgər ki, bax, gən qıraqdan yazım, daha aydın başa düşərsiniz. Eşitirsiniz məni? Əgər ki, bu ifadə müsbət olsa, x çıx 5, onda bu olduğu kimi çıxır, cavab nə verir? 1. 1'in olmağı mənim üçün problem deyil. Nəyə görə? Çünki 1-dən 1 çıxacam, nə qalır? 0. Kvadrat 0-a bərabər ola bilərmi? Niyə olmur ki? Nəyinsə kvadrat 0 olmur? 0'ın kvadrat 0 olur. Yəni, bu mümkün bir şeydir. Amma misal üçün, mən burada modulun içini mənfi götürsəm, onda bura olacaq 5 çıx x. Nə olur? Sən mənfi 1-dən də 1 çıxsan, mənfi 2 alacaqsan. Nəyinsə kvadratı mənfi ola bilər? Ola bilməz. Ona görə də birinci şərtlə işləyirik. 0 halına. Deməli, tənyin ədədlər çoxluğunda həll edin. Yəni, x 3 olsa 0 olacaq, ya da x 6 olsa. İndi bir məsələ də var. Biz bayaq nə dedik? Dedik ki, bura nə olmalıdır? 0-dan böyük. X 5'in 0'dan böyük olması üçün də x-in olmalıdır? 5'dən böyük. Yəni 3 olmayacaq. Aydın oldu? Belə.